Şirin yuxulardan dönüp şıltaq keçib qıza sevinc ilə yürürəm doğma məktəb yollarında. Bir vaxt sənin sözlərinə gizli-gizli gülərdik biz, deyəndə ki vaxt gələcək bu günləri anacaqsın. Əziz müəllimim, dediklerin doğru imiş sətir sətir. Ne olar sen o günleri birce anlı geri getir. Əziz müəllimim, dediklerin doğru imiş sətir sətir. Ne olar sen o günleri birce anlı geri getir. Əziz müəllimim. Saçınızı qoşa hörük hörmək üçün, uclarına beyaz lenti kəpənək tək vurmaq üçün. Siz çox şeydən keçəcəksiniz. Salam uşaqlar. Sinif nümayəndəsi dərsə kim gəlməyib? Əyləş. Hə, uşaqlar. Biz sizinlə öyrənmişdik ki, tarix ən birinci bölməsi ibtidai icma quruluşudur. İbtidai icma quruluşunu gəlin yadımıza salaq keçən dərslərimizdən. İbtidai icma quruluşu ümumiyyətlə şərti olaraq arxeologlar tərəfindən neçə yerə bölünür? Kim deyər? Buyur qızım. 3 yerə bölünür. Daş dövrü, tunç dövrü, dəmir dövrü. Əyləş. Yaxşı. Kim deyər? Nə üçün arxeologlarımız bu dövrü məhz daş, tunç və dəmir dövrü adlandırıblar? Buyur qızım. Çünki insanlar ilk əməl alətlərini daşdan, tuncdan, sonra isə dəmirdən hazırlamışdılar. Əyləş, düzdür. Biz ibtidai icma quruluşunun mərhələlərinə görə keçən dəfə belə bir uşaqlarla bərabər əl işi düzəltmişdik. Təsəvvür eləmişdik ki, bax bu ibtidai icma quruluşunun içərisində baş verən yeniliklər idi. İbtidai icma quruluşuna aid şəkil, yəni qədim insanların o dövrdə olan yaşayış məskənlərində. İbtidai icma quruluşunu neçə yerə böldük uşaqlar? 3. Hansılar oldu? Daş, tunç, dəmir. Ən birinci hansı bölməni öyrənmişdik? Daş. Yaxşı. Yadımıza salaq görək. Yadımıza salaq görək uşaqlar. Daş dövrü özü neçə yerə bölünmüşdü? Buyur qızım. 3 yerə bölünmüşdü. Paleolit, yox. Paleolit, mezolit, neolit. Paleolit, mezolit, neolit. Bu da daş dövrünün mərhələləri idi ki, o da 3 hissədən ibarət olmuşdu. Yaxşı. Gəlin yadımıza salaq. Paleolit dövründə insanlar dedik əmək alətlərini daşdan düzəltmişdilər. Yəni hələ ilk metal kəşf edilməmişdi. Bax bu daş dövrünün ilk mərhələsində insanlar necə yaşayırdılar? Sən deyən olsun? Sürü şəklində, origin. Aha, sürü şəklində yaşayırdılar, düzdür. Yaxşı. Nitq və təfəkkür hansı dövrdə inkişaf etmişdi uşaqlar? Buyur oğlum. Yox. Nitq və təfəkkürün inkişaf elədiyi dövr hansı buyur? Mezolit. Yox. Aferin qızım. Üst paleolit dövründə ağıllı insan yaranmışdı. Üst paleolit dövründə. Bəli, bunu Homo sapiens adlandırırlar. Çünki qədim insanlardan fərqli olaraq nitq və təfəkkür inkişaf etmişdi.
Daş dövründən sonra öyrənmişdik ki, ilk metalımız hansı metal olmuşdu? İnsanlar ilk dəfə hansı metalla tanış olub? Buyur Aydan. Mis. Əyləş. Bəli, insanların kəşf etdiyi daşdan sonraki ilk metal mis dövrü. Amma biz demirik ki, daş, mis, tunç, dəmir. Nə deyirik? Deyirik daş, tunç, dəmir. Və mis dövrünü həm də adlandırmışdıq eneolit mərhələsi. Yəni, burada əmək alətləri həm daşdan, həm də nədən idi? Misdən idi. Yaxşı. Daşla tuncun ortasında eneolit mərhələsini öyrəndik. Yaxşı uşaqlar. Daş dövrünün əmək alətləri ilə əvvəlcədən tanış olmuşdur. Baxın, zəhmət olmasa lövhəyə. Lövhədə daş dövrünə aid, daha doğrusu tunç dövrünə aid bəzi şəkillər var. Bu şəkillərə də baxırıq və tunç dövrünə aid olan xəritəmizdə müəyyən o dövrdə düzəldilmiş qablar var. Daş dövründə nə ilə fərqlənirdi? Bax, bu gördüyünüz İstər bu şəkil, istərsə də burada verilmiş şəkillər. Nə ilə fərqlənir? Buyur qızım. Daş dövründə qablar boyalı deyildi, rəngsiz idi, amma sonra boyalı oldu. Deməli, buradakı qablar boyalısına görə fərqlənir. Bu da tunç dövrünü, daş dövrünə fərqləndirən əlamətlərdən biri olmuşdur. Yaxşı. Bu şəklə baxaq. Nə görürük uşaqlar burada? Buyur cavab. Təkər görürük. Təkər görürük. Daha nə görürük? Əmək alətləri. Deməli, daşdan fərqli olan əmək alətləri görürük. Yaxşı. Diqqətlə qulaq asırıq. Eramızdan əvvəl 4-cü minilliyin ikinci yarısında insan öz tarixində daha bir yeniliyə imza atır. Misə mərgümüş, qalay və s. qataraq ondan daha bərk material əldə edir və bu materialı tunc adlandırır. Tunc alətlərin geniş yayıldığı bu mərhələ bəşər tarixinin tunc dövrü adlanır. Yaxşı. Uşaqlar, dedik ki, misin tərkibinə nələr qatıldı? Buyur. Mis gümüş qalay qataraq mis əldə etdilər. Misi tunca əldə etdilər. Misi yox. Misin tərkibinə müəyyən qarışıqlar qatdılar. Diqqətlə izləyək. Tunc dövrü şərti olaraq 3 mərhələyə bölünür. Erkən tunc dövrü, orta tunc dövrü, son tunc dövrü. Yaxşı. Tunç dövrünü hansı mərhələyə bölmüşdük? Buyur. Erkən tunç dövrü, orta tunç dövrü və son tunç dövrü. Aha, əyləş. Eramızdan əvvəl 4-cü minilliyin ikinci yarısından 3-cü minilliyin sonuna qədər davam edən erkən tunc dövründə insanın həyatında, məişətində və cəmiyyətin idarə olunmasında çox mühüm yeniliklər başlayır. Daş toxanı daha möhkəm olan tunç xış əvəz edir. Xışın ixtirası əkinçilikdə əsr inqilab edir. Bu qədim əkinçilik aləti ölkəmizin bütün bölgələri üçün səciyyəv olmuşdur. Gavahın adlandırılan xış ucluğu əsasən tuncdan hazırlanırdı. Bu isə toxadan fərqli olaraq torpağı daha dərindən şumlamağa imkan verirdi. Ana xarqanlığı ata xarqanlığı ilə əvəz olunur. Artıq ailəyə və tayfaya kişilər rəhbərlik edir, nəsil ata xətti ilə hesablanmağa başlayır. Köçmə maldarlığın yaranması. Əhalinin yaz və payızda köç etməsi, zəruri əşyaların daşınması üçün xüsusi vasitəyə ehtiyac yaradır. İnsan düşünməyə, yenidən axtarmağa başlayır. Necə etməli ki, daha çox yükü uzaq məsafəyə apara bilsin? Ana təbiətdə buna heç bir nümunə olmadığından insan öz zəkasının məhsuluna güvənməli olur. Bu zəka artıq inkişaf etdiyindən təbii ki, istəyinə nail olur. İnsan texniki tərəqqinin əsası olan təkəri ixtira etməklə ən böyük arzusuna çatır. Qamışdan hörülmüş bərdənələrə təkər bağlayır, öküz qoşur və çox uzun bir yolculuğa başlayır. Maldarlığın inkişafı, malqaranın sayının artması insanı məcbur edir ki, yeni otlaq yerləri, örüşlər axtarışına çıxsın. Bu da son nəticədə əhalinin dağlıq və dağətəyi bölgələrə yayılmasına səbəb olur. Bu mərhələdə əkinçilik maldarlıqdan ayrılır, birinci böyük ictimai əmək bölgüsü baş verir. Toxa əkinçiliyinin xış əkinçiliyi ilə əvəz olunması, köçmə maldarlığın yaranması, cəmiyyətdə qadının rolunun azalmasına, kişinin rolunun artmasına gətirib çıxarır. Audio-vizual görüntüdən bildik ki, tunç dövründə hansı yeniliklər baş verir. Biz ümumi tarixdən də artıq tunç dövrünü keçmişik, ümumi tarixdə. Bu günləri isə Azərbaycan tarixində biz tunç dövrü ilə tanış olacağıq. Tanış olduq daha doğrusu. Görüntüdən öyrəndik ki, tunç dövründə hansı yeniliklər oldu. Bir yadımıza salaq.
görüntüdən. Məsələn, yadımızda nə oldu? Buyur görüm. Deməli, xış əkinçiliyi yarandı. Tox əkinçiliyindən xış əkinçiliyi Ha, yarandı. əyləş. Daha nə oldu? Ana xadalda lazım. Aha, buyur. Təkər ixtira oldu. Yaxşı uşaqlar. Gəlin tunç dövrünü keçmək üçün başlayaq tədqiqatımıza. Birinci tədqiqat sualımızla tanış oluruq. Tuncun kəşfi cəmiyyətin inkişafına necə təsir göstərmişdir? Tədqiqata başlamaq üçün əvvəlcə qruplara bölünürük. Kimin adı hansı komandada çıxsa yaxınlaşır ora. Deməli, hər kəs öz komandasının yazıldığı halda baxsın və yanında saxlasın ki, özünü təqdim edəndə həmin komandanın adını təqdim edəcək. Yaxşı. Keçirik. Tədqiqatın aparılması üçün, suala cavab almaq üçün qruplara bölündük. İndi isə suallar aparılır. Lövhədə 4 dənə sual var. 4 dənə sual hansı birinci komanda cavab verəcək, hansı ikinci, hansı üçüncü, hansı dördüncü olması üçün mən adlar yazılmış vərəq hazırlamışam. Baxaq görək, birinci sual hansı komandaya düşəcək? Birinci zirvə komandası. Sizin komandaydı, yadınızda saxlayırsınız. Birinci sual sizindir. İkinci zəfər komandası. Uğur komandası. Dördüncü də hədəf komandası. Yaxşı uşaqlar. Deməli, lövhədə də suallar var. Mən də sualları sizə paylayacağım. Birinci qrup hansı oldu? Birinci suala. Buyurun, bu zirvə komandasının. İkinci. Üçüncü. Və dördüncü. Buyurun. İşlər buradadır. Deməli, əvvəlcə audio-vizual görüntüdən yadınızda nə qaldısa, həmin sualın cavabında varsa tətbiq edirsiniz. Paragraf 6 tunç dövrüdür. Əvvəlcə onu bir özünüz üçün oxuyursunuz və həmin suala cavab tapırsınız. Bir nəfər də özünüz üçün kapital seçirsiniz, həmin şəxslə cavab verirsiniz suallara. Digərlərinə iştirak edirsiniz. Suallara cavab tapmaq üçün həm də bizdə payalama materialları var, dövrə aid. İndi dövrə aid payalama materiallarını verim ki, tanış olaq. Vaxtınız gedir. Vaxtınız gedir uşaqlar.
sual. Tunç misdən hansı üstün cəhətləri var? Hansı tamamlayan düşmüşdür? Mən Zəngə komandasının lideri İbrahim Cavad. Sual bu idi ki, Tuncun misdən hansı üstün cəhətləri var? Tuncun misdən üstün cəhətləri bunlardır. Mis tez qırılır və bir neçə müddət işlətdikdən sonra işə yararsız olurdu. Onun üçün də misi 1000 dərəcədən artıq qızdıraraq, onun tərkibinə nikel, mərcümüş, qalay, sürmə qataraq misdən daha bərk metal olan tuncu əldə etdilər. Tunc misə nisbətən daha bərk metal idi. Ondan müxtəlif silahlar, əmək alətləri düzəltdikdə daha çox işə yararlı olurdu. Bu da tuncun misdən üstün cəhətləridir. Aha, yaxşı. Kimin yoldaşından əlavəsi var? Verilən suala əlavəsi var. Əyləş. Birinci suala əlavəsi olan yoxdur ki, tuncun misdən hansı üstün cəhətləri var idi? Yaxşı. İkinci sual kimə düşmüşdü? Tunç dövründə insanların təsərrüfat həyatı necə idi? Özü təqdim Mən Zəfər komandasının lideri Abbaslardı Aysi. Sual bu idi ki, Tunç dövründə insanların təsərrüfat həyatı necə idi? Tunç dövrü 3 yerə bölünürdü. Erkən, orta tunç. Erkən tuncda xış əkinçiliyi yarandı. Ata xaqanlığı ön plana, ana xaqanlıq ata xaqanlığı ilə əvəz olundu. Kişi əməyi ön plana keçdi. Xış əkinçiliyi ağır olduğundan qadınların gücü çatmırdı. Ona görə də kişi əməyi ön plana keçdi. İnsanlar yarım köçmə həyat yaşayırdılar. Yayda yaylaqlara, payızda isə qışlaqlara köçürdülər. Bəzi ağır əşyalarını daşımaq üçün təkər ixtira etdilər. İkinci sualdan əlavəsi olan var. Buyur Rəhim. Əkin sahələri genişlənmişdir və kəsici daş lövhələrdən istifadə olunurdu. Yaxşı, əyləş. Buyur cavab. Bu dövrdə suyu suvarma sistemlərindən geniş istifadə olunurdu və boyalı qablar mədəniyyəti yaranmışdı. Əyləş. Başqa əlavəsi olan buyur Fidan. Ölülərdə və kalitdə yaranmışdı. Aha, əyləş. Özünüzü təqdim edin, cavab verənlər. Mən oyun komandasından Həsən və Nurcan üzümçülük və şərabçılıq meydana gəlmişdir. Şərabçılıqda meydana gəlmişdir. Mən Zəfər komandasından Həsən və Amalya iri tayfalar və iri şəhərlər yaranmışdı Naxçıvanda. İbadət yerləri yaranmışdır. İbadət evləri var. Tanış olduğunuz ibadət evləri də var. Buyur cavab. Mən Zəngə komandasının lideri İbrahim Cavad. Bu dövrdə atdan qoşqu və minik üçün istifadə edirdilər. Yaxşı. Deməli, bütün bu yeniliklər Tunç dövrünün mərhələləridir. Yaxşı. Keçək üçüncü komandanın sualına. Kim idi? Özünü təqdim Mən edirsin. bu komandasının lideri Bəlzadə Nərmin. Sual belədir. Birinci böyük ictimai əmək bölgüsü necə baş verdi və onun mahiyyəti nədən ibarət idi? Erkən Tunç dövründə birinci böyük ictimai əmək bölgüsü baş verdi. Yəni əkinçilik maldarlıqdan ayrıldı, köçmə yaylaq maldarlığı yarandı. Hər birinin sahələri genişləndi. Maldarların, heyvanların sayı artdı, əhali artımı baş verdi. Onlar heyvanların yayda yaylaqlarda, qışda qışlaqlarda otarıb inkişaf etdirirdilər. Yaxşı. Əlavəsi olan var. Birinci əmək bölgüsündə deyilməyən nəsə qaldı. Hansını dedik? Buyur. Mən Uğur komandasından Hüseynova Yetər və xış əkinçiliyi yaranmışdır. Tox əkinçiliyi xış əkinçiliyi ilə əvəz edilmişdir. Sualı belə ki, birinci əmək bölgüsü nədir? Sən Tunç dövrünün yeniliklərini deyirsən, düz deyirsən. Səhv demirsən, amma sırf birinci böyük əmək bölgüsündən danışırıqsa, mütləq əkinçiliyin maldarlıqdan ayrılması deməliydi və dedik. Dördüncü sualımız, buyurun, siz təqdim. Mən Hədəf komandasının lideri Zeynallı Fatiməm. Sual belədir. İkinci böyük ictimai əmək bölgüsü necə baş verdi və ən mühüm yenilikləri nə idi? İkinci əmək bölgüsü 3-2 minillikləri əhatə etmişdir. İkinci əmək bölgüsü baş vermişdir. Yəni sənətkarlar əkinçilərdən ayrılıb müstəqil peşəyə çevrilmişdir. Həmin dövrdə bağçılıq, bostançılıq, şərabçılıq, üzümçülük yaranmışdı. İri şəhərlər, iri tayfalar yaranmışdı. Naxçıvan şəhəri də onun hal-hazırdakı indiki yaşı 3500-dür. Deməli, Naxçıvan şəhəri Orta Tunç dövründə olub. İkinci böyük ictimai əmək bölgüsü Orta Tunç dövründə olduğuna görə sən həm də Orta Tunç dövründə olan yeniliklər barədə yaranmışdı. boyalı qablar mədəniyyətli oldu.
təkər ixtira olunmuşdu. Təkər Əmək alətləri. Təkər elə erkən tunç dövründə ixtira olunmuşdu ki, maldarlıqla əkinçilik ayrıldılar. Yəni təkər bərdənələrə qoşuldu və insanlar daha uzaq məsafələrə getməyə başladılar. Əyləş, buyur qızım. Buna aid 2-ci Çultəpədən Dul Soqalları məhəlləsi əməlxanası aşağı olmuşdur. Buna misal ola bilər boyalı qablar. Aha, yaxşı. Nə olur komandasının Zeynəb Rəhman sənətkarlıq müstəqil peşəyə çevrilmişdir. Dedi oğlum onu dedik. Biri deyəndə diqqətlə o birləri də qulaq assınlar. Buyur Zeynəb. Mən oğul komandasından qədim muzeynə batırmaq istəyərdim ki, boyalara rənglənməmişdən qabaq xüsusi insan şəkilləri, quş şəkilləri çəkildilər. Aha, deməli fiqurlar da düzəldirdilər. Bəli, fiqurlar da vardı. Tunç dövrünə yeni, bəli. Afərin. Bu sənətkarlığın yeni nümunəsi. Məlumatın mübadiləsi və müzakirəsindən sonra gəlin biz kollektiv iş işləyək. Bax, tunç dövründə dedik ki, 3 yerə bölündü. Erkən, orta, son. Və bugünkü mövzumuzda, tədqiqat sualımızda da tunç dövründə baş verən yeniliklərlə tanış olduq. Həm materialdan, həm görüntüdən, həm də payalama vərəqlərindən. Yaxşı, gəlin indi bibö cədvəlini dolduraq. Bu kollektiv işdir. Bibö üsulundan istifadə edərək tunç dövrünə aid olanları müəyyən edirik. Ən birinci bilirdik. Nəyi bilirdik? İlk metalımız mislidir. İbtidai icma quruluşları hansılar? Yaxşı. İlk əmək alətləri nə olur? İstəyirdik bilək. Nəyi? Sonra bir də İndi öyrəndimi? Əl üstü qaldırırsınız, cavab verirsiniz, mən də yazıram lövhəyə. Kimdən başlayaq? Akif, buyur, eşidirəm. Necə əldə edildi? Aha. Misə mərcimiş qataraq, misə mərcimiş, qalay. Deməli, misə qarışıqlar qatdılar. Qarışıqlar qatdılar, belə deyək. Qarışıqlar qatdılar, daha möhkəm metal olan tuncu əldə etdiler. Əyləş, buyurun. Ana xalqanlıq, ata xalqanlıqla əvəz olundu. Aha, deməli, yazırıq burada. Öyrəndik ki, indi hansı ata Ana xalqanlıq, ata xalqanlıqla əvəz olundu. Aha, sonra nə öyrəndik? Tayfa yarandı. İri tayfalar yarandı. Yaxşı, iri tayfalarımız yarandı. Sonra nə baş verdi? Buyur qızım. Qonşuluq icması yarandı. Qonşuluq icması yarandı. Düzdür, tamamilə doğrudur. Qonşuluq icması yaranır. Sonra buyur. Qonşuluq icması Dedi, eşitmədi. Demişəm, axı diqqətli olaq. Buyur qızım, sən də nə? Təkər və yerə kəsici alətlər yarandı. Yaxşı. Deməli, təkərin ixtirası. Özü uşaqlar, öyrəndik ki, təkərin ixtirası hamısından fərqlidir. Çünki insan zəkasının məhsulu idi. Təbiətdə ona bənzər heç nə yox idi. Buyur. İbadət evləri yarandı. İbadət evləri var idi. İbadət evləri hardan tapılmışdı? Buyur, cavab. İbadət evləri Naxçıvanda, Çultəpə, Qazaxda, Baba Dərviş, Xaçmazda isə Sərkidəfədə tapılmışdır. Əyləş. Daha kimə əlavəsi var? Üst böyük ictimai əmək bölgüsü baş vermişdir. Deməli, əmək bölgələri olub. Bəli, tunç dövrünün ən böyük yeniliklərindən biri də əmək bölgələrinin baş verməsidir. Əmək bölgələri. Mən çatdırım, yazım bölgələri. Aha. Bir dənəsində deyək, peşdə iştirak eləməyəndə buyur. Boyalı qablar mədəniyyət formalaşdı. Bəli, boyalı qablar. İndiyəcən qablar rəngsiz idi, indi artıq ona rəng də qatıblar. Bəli, boyalı qablar. Yaxşı uşaqlar. Hə, deməli, bibö cədvəlini tamamladıq. Öyrəndik ki, tunç bizdən daha da möhkəm idi. Bundan sonra öyrəndik ki, insanlar artıq dağ-ətəyi ərazilərə yayılmağa başladılar. Əkinçilik maldarlıqdan ayrıldı. Bütün bunlar bu günləri tunç dövrünün tədqiqat sualında öyrəndiklərimizi başa çatdırdı. Yaxşı uşaqlar. Gəlin qiymətləndirmə meyarlarına tanış olaq. Bugünkü qiymətləndirmə meyarlarımız əməkdaşlıq, izah etmə, təqdim etmə və nəticə idi. Birinci orada zirvə komandasını aldıq. Zirvə komandası hansı komandaydı? Bu komandaydı. Yaxşı. Zirvə komandasında əməkdaşlıq, yəni biri-biri ilə müzakirə aparmaq, mübadilə etmək,
Ondan sonra izah etdi, cavab izah elədi, təqdim elədi. Və nəticəyə də gəldik ki, zirvə komandasının işi bugün uğurlu oldu. Qiymətləndirək bir cümləyə. Deməli, 5, 5, 15. Uğur komandası. Aha. Deməli, sizdə bir balaca izah etmədə tələskənliyə yol verdiniz. Bir balaca. Amma əməkdaşlıq hamı iştirak eləmişdi. Hədəf komandası sizin komandaydı. Sizin komanda o komandadan biraz zəif idi. Zəfər komandası hansı komandaydı?